təqsirli bilinərək ömürlük həbs cəzası aldı. Hazırda hələ də həbsdədir. Bu olayların psixoloji tərəfi. Fred və Roswest cinayətləri seksual zorakılıq, ailə daxili istismar, psixopatik davranışlar və empati çatışmazlığı ilə doludur. Onlar üçün insan həyatı dəyərsizdir və cinayətləri adiləşmişdir. Bu hadisələrin mədəni təsiri. Bu hadisə haqqında bir çox sənədli filmlər, kitablar və podkastlar hazırlanmışdır. Məşhur sənədli seriyalardan biri Fred and Roswest House of Horrors. BBC və Netflix bu haqda sənədli filmlər yayımlamışdır. Allah hamımızı yaxşı insanlarla qarşılaşdırsın.